eviniz tikilsin. Birinci elden tikinti materialları perakende satışla Abşeron'da. Taxta, kafel, dam örtüyü, seme, boru ve daha çoxunu ilk elden alın. Tercihinizi azaldın. Abşeron Ticaret Mərkəzi. Ünvan Hökmətən Dairəsinin yanı. Erşende pazar Xəzər TV'də efirə qayıdır komedi kanal. Gülməli məzəli səhnələrlə sizə gülüş verir komedi kanal. Yepyeni səhnələr bizdə izlənər. Şan parodiyalar hamısı bizdə. Sizlərə gülüşü bəxş edərik biz. Sizin qarşınızda komedi kanal. Efirə qayıdır komedi kanal. Qasım, bayaqdan nə gəzirik burada? Ay qız, yanvar ayının 20-sindən Abşeron Ticaret Mərkəzində bütün tikinti materiallarına endirimlər başlayır. Gəlmişik endirimlərdən yararlanaq da. Elə? Elə. Hə, nə deyirəm ki, yararlanaq. Sən də yararlan. Hansından yararlanım, Qasım? Hamısından. Əlbəttə keçdi yararlanaq. Deyirəm, ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əliboş nəvə yanına gedərlər. Ay qız, əli boş nöş gedirik. Hə. Buna bax. Nədir Gör o? nəvəmi üçün nə yaparram. Piredo bezi. Bunu ki uşağa bağladın. Səncə? Uşaq quzu kimi yat. Hələ buna bax. Piredonun nəm salfetləri. Piredonun maye sabunları. Day bundan artıq mən uşaq üçün nə aparmalıyam? Başın işləyir sənin. Yenə dedi başın işləyir ya. Ay qız, keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki. Götür bezləri, Yaxşı ye. Sonra danışarıq. Bəs mən sənə demişəm parti üçün hazırlıq gör. Görməmsən axı. Şu parti üçün hazırlıq necə görürlər? Buna bax, partinin ritminə uyğun ekskluziv bizon da almışam. Birazdan da güp başlayır. Ver görüm 11-ni. Hər daxda bizon. Ritmi hiss edirəm ha. Bir də sən götür. Bir daha buna bax. Bir daha buna bax. Ritim başladı. Başladı. Ha? Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Və bir dənə qəşək çay dəmlə, mənim indi futbolum başlayır. Əşinə çay ye, çay var. Sən cana halım yoxdur. Su ilə yola ver getsin. Bax, indi dur. Dur bir dənə qəşək pürnək çay dəmlə. Çempion komandama çempion çayı içə-içə baxacam. Dur. Dəmliyim də. Deməli, qarşıdan bayram günləri gəlir və bu bayram günlərində biz qonaq gedirik, bizə qonaqlar gəlir. Deyir, qonaq yaxşı bir şeydir. Deyir, qonaq gələndə öz ayağı ilə ruzusunu gətirir. Amma bu qonaq gətirdiyi ruzunu da oturub özü yeməsin də. Yəni, çox qalan üzdü qonaq, məsələ səhnəmiz də bununla bağlıdır. Üzdü qonaq. Alqışlarınızla. Evdən gələn səsə bax. Ana var raba. Ha, o preparatörü söndü. Buna bax da. Bu nə səs? Yeni bir fermadayıq, evdə deyirik. Qohumlarım da ferma nədir? Qohumdur.
Gəliblər buradan, gəliblər dəyməyə, gəliblər əməliyyat olmuşsan, gəliblər dəyməyə. Kor bağırsaqdan əməliyyat olmamışam, dəyməyə gəlsinlər. Bədən şəkilləndirmə eləmişəm, nəyə gəlirlər? Azonlar bədən şəkilləndirmə qanı. Elə qanmır ki, xalan oğlu neçə dəfə yaxınlaşıb, bacına da əməliyyat olmuşsan, bacına heç nə deyəmirəm. Demə, mənə də istəyimə, qoy mənim üçün də sürpriz olsun, demə mən. Mənə də demə, qoy mən, hop bir olum görüm nədir. Onun biləm, 12.000 pulum çıxdı. Yaxşı bir şey olmasa qaytarmaq olur mu onu? Yaxşı olacaq, narahat olma. Evet, görək də görək. Gör nə deyirəm, xəstəyə dəyməyə gəliblər. Necə demirlər, xəstə ziyarəti qısa olar. Qısa nə deyil, bax. Yıxılıb yatıblar gecəni də burada, niyə getmədilər ki? Buna bax, elə bir Kitaydan alıverə gəliblər. Hadi, bizimkilər qohumcanlıdır da, qohumcanlıdır. Gəlib dəyməlidirlər. Birimizin ayağına tikan baxdı o saat gəlir. Bizdə yas düşür ha. Hamı tökülüşür ki, mağaralar 5-5, 10. Qıraqdan baxan deyirəm, bu xiyar parniklidir. Yəni, elə belə yas keçir bizdə. Bu var ha. Bunun bir ağı deməyi var, bunun bir ağı deməyi. O, arvad kimi üzüncürandır. Burası indi yuxuludur. O yatsın. Gəldilər, getsinlər də. Niyə qaldılar? Onu deyirəm ki, niyə qaldılar? Adına Arətanın maşınları xarab oldu. Yaxşı, səhər dursun, maşını düzüb qoşayım, çıxıb gedək gəlir də. Bir gecə döz. Maşın xarab olmuşdu. Nədir ki, bir kəlmə mənə deyərdi. Zəng vurardım Əlikrama. Gecə ilə plafaktoriyanı açdırardım. Gedib maşını düzəltdirərdi, çıxıb gedərdilər də. Əlikram kimdir? Əlikram kimdir? O qədər şey danışdım. Heç bir söhbəti tutmadın, yapışdın Əlikramdan. Mən maraqlı Əlikramdır. Əlikram kimdir? Yat görmə. Əlikram kimdir, Əlikram kimdir. Yat, o qohumların o da sən. Olur yox, səhər Əlikramın axırına çıxaram mən. Görmə Əlikram kimdir? Görə Əlikram kimdir? Yatamıram, təzyiqim qalxıb. Cavabsız suallarım var. Nağara dölü. Suallarıma cavab tapa bilmirəm. Tapdıq. Ay tapdıq. Tapdıq, dur sualıma cavab ver. Tapdıq. Tapdıq. Ay tapdıq. Azmamasa sen! Neden şapaşa? Elə bir ciğerimi açır. Yatamıram, sualıma cavab ver. Bayaqda məni yola verdin, tapdıq. Ne yola verdim az? Mənə bax. Ne? Sən əmi oğluvun arvadının yastığının altına nə qədər pul qoydun? Bayaq səndən soruşdum, dedim bir tikə çörəyim imkan ver, boğmalanım sonra deyəcəm. Demədin, nə qədər pul qoydun? Buna göre kaldırırsan beni. Hə, tapdıq, partlayıram, yanıram. Partlar canımız bir böyle tutarsın seninle. Mənə de görüm nə qədər pul Az qoydun? yavaş yavaş az evimizden ver ya. 50 manat. 50 manat? Evet. Hı? 50 manat çoxdur. Bilirəm eşidir, fərsiz əmi oğlun. Ha, çok. Çoxdur ona. Qorxaq əmi oğlun. Ha, yaxşı cavab verdim de. Hayf durma ama oldu. Ha, nə yapayım? Əmi oğlu da əmi oğlu ola. Arvaddan qorxan. Qohumlar basa-basa gəlib rayondan. Bir dənə panyatkası çatmadı ki, desin arvadına. Dur az, get bunlara yemək bişir. Məcbur olduğu rayondan gətirdiyimiz çolpaları pişirib yedik. Məni əsəbləşdirmə tapdıq. Get, o 50 manatı götür. Yaxşı, hayfdir. Yaxşı. Sənə dedim, get, o 50 manatı götür yerinə də 20 manat qoy. Tapdıq. Yaxşı deyirəm, yaxşı qıram. Tapdıq, şapatlayaram. Yaxşı. Tapdıq. Yaxşı. Bu dağı rətə keçəcəm mən. Uyana! O neydi kardeş?
Ayağı dəydi, bilmədi. Bunu zəllil olsun. Nə var? Dənizdə kəllə vurursan? Nə qızını? Əmoğlu, çox üzr istəyirəm səndən. Mənim özümdən aslı deyil. Hadi. Məndə belə bir xəstəlik var. Mən yatdım, gecələr dururam, öz-özümə gəzirəm. Hə. Lunatik deyirlər, nə deyirlər onlarla. Öydə də beləyəm. Gecə yerində yatıram, səhər ayırlam ki, kimsə qucağındayım. Yer get. Hay? Yer get yerin. Yer get. Özümdən aslı öldü, ona görə deyirəm, qadan qadarım. Yer get. Ya. Adam sana Ay Allah! Ay qardaş, göydən daş düşür, nədir bu? fikirli oldum. Ben fikirli oldum. Düşən nədir, mənim üstümə düşür. Fikirli oldum. Yuxu görürsən yata. Bak işte. Yat lan, yat lan. Adam adı şart elədi ya. Elə fikir olar, qardaş. Yat lan, evin tikilsin. O yana. Yat lan. Sen de mamanı çağırma. Yer yoktu, mamanı çağırırsan o da ses eşidəndi, gəlir. Can verməyəcəklər yataq. Az. Yatıbsan? Az yox iş. Az yatamıram. Oy, yatamıram. Sən də mənim kimi yerini dəyişdin, yatamırsan eləmi? Az yox yer problem deyil. Nədir be az? Mən kişidən qırağa düşəndə yatamıram. Oy. Az deyirəm ki, bu dayı oğluya da halal olsun da. Özünə qəşəng gün güzaran eləyib ha. Gün orta fikir verirəm. Can, evdə rovnu 3 dənə ayaq yolu var. Gör, imarət tikdirib az özünə. Gördüm. Kül aklıma. Az o vaxt alırdı da məni. Fason verdim, getmədim ona. Az ölür diye dərdimdən. Düşürdü bütün gün dalımca. Az kəndə gələn kimi. Tut yeməyi bahanə edib gəlirdi məni görməyə. Tuturdu ağacı, elə sirkəliyirdi. Tutlar tökürdü, mən də marçabaş tutlardan yeyirdim. Deyirdi az, alacam səni, ölürəm səndən ötəri. Papamcanı, mən də deyirdim ona, eşitmişəm və Bakıda sevdiğim var. Bu? Papamcanı. Deyirdi az, oyla elə belə gün keçirdirəm. Ama əsas səni alacam. Ataqlı olmadı. Az yox ne olsun, axırda getdəli onu aldı. İmkan daxilində yatışaq dayı qızı. Yatışaq da yatışaq. 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 Avstraliya keçsin oxşuyur. Saça bax. Haydi. Nətər var, əməliyyatdan nə xəbər? Nətər çıxacaq səncə? Deyən görüm bəs mənə deyirdin mən sənin ilk məhbbətinəm. İlksən. Və o nədir? O həvəs olub. Sən ilksən. Var ilk, bir var həvəs. Bir də var baxışmaq. Ondan baxışdım, bu həvəs oldu, səni aldım. Canım üçün. Əndəki deyir, onların qəşət tutları olurdu. Gedirdi, onu tutun yerdikdə. Onda yaxşı əyaq var. Dayı qızının yaxşı əyağı var. İnanırsan, çıxırdı bu dağın başına. Bir dənə lak qoyurdu. Tut yox ha, cücü, yarpağa kimi tökülürdü. Cəmaat deyirdi, payız gəldi mi? Elə əyağı, yaxşı əyağı var onun. Həm yaxşı əyağı var, yaxşı da xəngəl pişirməyi var onun. Onun bir dənə xəngəli pişirməyi var. Buradan şey deyir, baba öyle yayayır, buradan baba doğruyur. Buradan yayır. Arvad. Nəfəs al. Gözün qalıb deyəsən. Qalmıyor, canım suyu qalmıyor. Neyirəm ki, 12 min xəridim çıxıb, neyirəm onu? Sənə 12.200. 200 nə aldı o? Qan analizi pulu. 12.000 oldu. Görək 12-12'də. Maraqlı bir şey olmaz. Həkim dedi ki, maraqlı olacaq. Predo Baby. Xoşbəxt anaların seçim. Salam aleyküm.
Salam aleyküm. Kardeşlerim meblə xoş gəlmisiniz. Çox sağ olun. Deməli qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. Bəli. İstəyirəm onun 1-ci mərtəbəsini uşaq bağçası edeyim. Qardaşlar mebeldə uşaq bağçası üçün hər bir şey var. Buyurun. Uşaq bağçası üçün mebellər, tədris stolları və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, rəngbərəng. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar, modul tipli dörtlü işçi masalarımız, gözləmə zalları üçün oturacaqlar. Bu da bizim səhiyyə mebellərimiz. Bu da masaj masası olar. Bəli, qonaq otağı üçün stullar, ofis üçün mebellər. Ha, belə kresloda oturub işləməyəsən nə edərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bunu verir mən gedirəm. Bu dəqiqə Xəzanə xanım. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız, bir dəqiqə deyən da. Sənin qardaşın arvadın söhbəti mənim nima lazımdır. Mən qeybət eləmək istəmirəm. Televizora baxıram. Hə? Hə. Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Şikonun qara ildırım tumları. Şikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Şikonun qara ildırım tumları olandan sonra sənə qədər sənə qulaq asaram. Tək ki tumum olsun. Hə, anla. Nə dedim? Nə olub yenə qaşqabaqlı oturmusan? Mən sənə bayaqdan zəng edirəm, sənə niyə zəng çatmır? Bu mənim telefonumun zaryadkası qutarıb. Yadımdan da çıxıb az qoymuşam, ona görə sönüb telefonu, zaryadkası qutarıb. Telefonumun zaryadkası qutarıb, get telefon mağazasını Euroaxın aksesuarlarından al. Bir dənə özün üçün powerbank al. Lap istəyirsən evdə zaryadkaya qoymağa adapter al. Maşın üçün adapter al. Telefonun əlindən düşüb cızılmasın deyə kabura al. Ekranı sınmasın deyə qoruyucu al. İstəmirsən səsimi eşitsinlər, AirPods al. Amma nə edirsən elə. Elə ki, mən sənə zəng edəndə mənə cavab ver. Yaxşı. Yaxşı deyib oturur. Dur ged al da. Hara gedib? Euroaxa. Hə, yadımdan gedim alım gəlim. Yatamıram, ki bu səs-küydən yatamıram. Bu arvadın da istilik elə bir yanardağda yatmışam. Arvaddan halo çıxır, halo. Yəni, aclıq da bir yandan. Mən nə var? Xalo oğlu. Qəzzar xalı oğlu, git bana. Ay xalo oğlu. Biraz otur. Xalo oğlu. Yatmışdın. Ya, Nə varsa? yun çırpırıq. Hə, onun tozu torpağıdır, bizi yatmağa qoymayan. Gecə vaxtı neyinirsən gün çırpmağı, səhər çırparsan. Səhər çırpırıq. Xalo oğlu, imsaka çox qalıb. Var, hələ var. Hələ var. Hə. Hələ varsa o bacıya deyə bilməsən hələlik adama 4 dəs hask eləsin yeyək. Dəli, hələ saat 1-ə işləyib, o 5-də duracaq, imsakımızı eləyəcək, ondan narahat olmasın. Sən yat, eləyəcək, iftar bəyaq elədik də, sən yat da. Doymadım da, mən iftarda nə yedim ki, yarım pors şeydi, lobiya supu, bir də toyuq idi, toyuğun da ancaq mənə dünbəyə düşdü. O sup üzü bey mədəmi. Durursa, durur qəşək pomidor yumurtada tam... Onda bir dənə bacıdan sökür pomidor yumurta eləyə bilər səhərə. Dəyəm elə. Sən canım bir dənə soruş, mən də rahat yatamıram. Sən canım. Ha, Gülü. Ha, Gülü. Gülü. Ha, Gülü. Gəl uzan çağır da, gəl uzan çağır. Yox, ey qardaş. Gəl uzan, rahat uzan çağır. Sən də mənim qardaşım. Yox, nə olacaq, nə olacaq? Məni avara qoydular, ey canımızı. Aman bax, mən nə tərk etdim. Bu çolpaları mən nə ağaracam öküzüm. Üstü ört da, sən.
Vay sana. Himalay dağına bax. Onu mən nətər aşım Himalay. Ay Allah! Bir damcı lobiya yemiştim, o da sıktın çıkarttın. Can başladım, səbir. Görmədim, qaranlıqdır, görmədim. Ayağın altına bak da, boş ver. Başla. Bak gör de, bak. Yat. Yat. Aman verirsin ki yat, ama oy. Daş. Hay Allah. Xalaoğlu. Ay xalaoğlu. Xalaoğlu. Dedem var ya, dedem var ya. Sen geç bura, mən keçim orada. Canım. Xalaoğlu. Ne var, yatmışdın. Sen ne varsa? Karnınız vururuq. Gecə vaxt karnınız vurarlar. Bu, camaatı niyə söydürsən özümə? Gör nə deyirəm, xalaoğlu. Ne var sana? Xalaoğlu, mən bəs gəlin başa dəyməyə gələndə qapıdan 5 dənə çolpa gətirdim ki, onu satın pul eləyim də. Onu da 3-ünü satmışam, 2-si qalıb. Mən nə qara bilərik, başıma dönüm. Nə qara bilərik, cücəcəm bu vaxtda. Cücədir. Əla çolpadır, mənə başam başıma dönüm. Mən nə deyirəm ki? Mənə bax. Xoş gəlmişsin. Nə deyirəm ki? Birdir. Gecə birdir. Yox, bildim mi? Gecənin biridir. Deyirəm qonum qonşuya bunu təhdi. Bax, gəlin bacı qonum qonşuya desin də bunu. Qapıran üstündə desin, bax qonşuna tak, döydü. Nə deyə bilər? Nə deyə bilər? Yox, döyməsin. Bu binanın WhatsApp qrupundadır da gəlin başı. Bunların bir dənə şəkin belə çəksin, bax belə. Açsın qrupa ki, yaxşı çolpa var, kənd çolpası. Özünə deyirəm, mənə qatma. Mənə qatma. Gəlin bacı. Ha, gəlin bacı. Bunu qonşulara deyə bilərsən, başıma dönüm. Bunu satım gedim də mən, nə olar? 2 dənə çolpa. Bunların bax belə şəklini çək. Şəklini çək, at qrupa. Bu dəqiqə durub alacam o çolpaları. Soxacam yine. Xalaoğlu, gecən xeyrə qaç. Xeyrə qaç. Oy Allah! Can başıma dönüm, can. Ay kardeş, Can. ay benden adam olmaz. Can baş. Anağarsan toyda yerde şarp artladırsa. O yandan keçti, kurban olum, yata bilmirəm. Çolpa istəmirsən. Ama ben türküz adam, çiğ toğun eğilirim. Gel o yandan, kurban ol, gel o yandan. Baş, görmə. Çolpa da, bu qalıb əlimdə, bunu sata bilsəydim. Bu bacı da elə bir ceyran peçi değil. Siliyama, vay. Vay. Mənim günümə bax da. Əməliyyatdan çıxmış adamam. Narkozun təsiri bir tərəfdən, bunlar da bir tərəfdən. Gör xəstəyə dəyməyə gəlmir, yorğan döşək sal, yer yığış elə. Yazıq deyiləm mən. Səhər atsın, gedirlər də. Mən nahar gecə vaxtı gəldilər, maşında xarab oldu. Neyə bilərəm mən? Qatar yoxdur. Doluşsunlar, qatara getsinlər, maşını da səhər sürücü düzəldib çıxıb gedər də. Deyir, arvad deyir. Sən arvad dayanmır. Qatarı mən gecə vaxtı hardan tapım ona bileti? Nə var ki bilet tapmağa? Bir kəlmə deyərdi, mənə zəng eləyərdi Əlikrama. Əlikrəm kimdir o? Əlikramın əlində o 2x2 deyə bir dənə kupeni bağlatdırır, doluşub gedərdilər. Əlikrəm kimdir o? Əlikrəm kimdir o? Nə var ha? Əlikrəm kimdir o? Nə var ha? Bax, kupeye bilet tapa bilməyib, indi azığın Əlikramdan çıxır. Kupaya yox, edirəm Əlikrəm. Bunları yandı mənim daşıma kimdir Əlikrəm? Əlikrəm, ha? Yat görümə. Nə var ha? Yat görüm. Sən o arvad ağzında tərəyə hirsim gəlib soyuyur. Canım ki, bir dənə ağız əymən. Onun qasar atsın, o Əlikrəmi tapacam. Hə, taparsın. Taparıq. Tapırıq. Kişinin qızı əməliyyat elətdirib. Özünü elə aparır, elə bir ödün çıxartdırıb. Gedib oravı buravı şişirtmisən də, neynəmsən ki? Neynəmsən ki, elə buna bax. Gedib bunun yastığının altına 50 manat qoyub. Qudurub da, qudurub. Məni yandırır təkir. Qudurub. Özünü görsən. Az katlet vardı, sen ne daha? Yatdılar. Götür o 50 manatı yerinə 20 manat qoy. Partlatma məni, tapdıq. Bayaq dedim, yağmur bir depolarlar. Niyə biabır oluruq ki? Heç sənin əmin oğlu biabır olmur. Töləni təmizləyəndə
At qılçası ilə nətər qoydu kəlminə, nalın izi qaldı sıfatında. Əmin oğlu dediyin adam bircə dəfə zəng elədi ki, tapdıq bir şey lazım olsa denən Bakıdan göndərim. Heç o utanmır. Mən niyə utanım tapdıq? Sən niyə utanırsan? Get götür. Hə, bu nədir? Bu gelin pul xıdalayım indi gecə vaxtı. Get o 50 manatı götür, yerinə də 20 manat qoy. Onlar ondan artığına layiq dörlər. Tez ol. Mənim zılımma bax, mənim zılımma bax. Tez ol. Yaxşı. Tez ol dedim. Yunus türkülləmi bir dəqiqə. Görürəm, hiss elədim. Ay Allah, gəl. Bacıydı. Ay sən baş ver. Sən 50 manatıma görə mən kiminimlə niyə olmalıyam? Öldüm ki mən. Nərəsin? Vay. Götür, tez ol, əsəbləşirəm. Yıxıl ya. Gələrəm bu saat ora. Qalx. Nə ağırsan ha? Bacı, sizin də evdənizə baxır belə. Əmma oğlum, Hadi. bayaq dediyim kimi, Ha? rahat Git. Can. Hadi. bayaq, Evimizin son beşiğinden olacak. Haydi. bayaq dediyim kimi, məndə bu xəstəlik getmir ha. Özümə nasıl deyil. Hə, belə gecələr durub gəzdirəm də yəni. Ola ki o arvadını götür. He. Baba görsen onu. He. Göt arvadını geze git rayona. Qovursan eləmi? He. Qovursan eləmi? He. Gecəni seylə qalsın. Hə, bir dəqiqə. Dur ayağa. Bu gedən də öyle. Mən bilirəm bunu. Çəkil. Nə olur? 50 manat pul qoyub yastığın altına. Ha, yox. Al. Ha, yox. Eşdirəm Ha, bayaqdan. yox. Mən üzünə baxmaram bacı. Mən onu elə belə sağa, yəni elə belə də, yəni şirini kimi. Narahat olma. Hə, yalandan kişilənmə burada, ala. Al. Gecəni seylə qalsın. Bura bax. 20 manatı görüm. Gelme de oradan ver de. Gerek gelesen. Elə bir yerdədir ki, gələ bir əlim atında. Allah yerim batır. Gecəni seylə qalsın. Öyle koy. Sağ olun. Sağ ol. Yox. Budur da, qohumlarım bax, budur. 20 de 20'dir. Koy kıra. 20 yığır. Düzdür. Sən 12 minin yanında 20 nədir? Məni apara qoydular eytan özü. Heç mən bilmirəm nə tər eləyim. Bu çolpalar mən gecənə satmalıyam. Canım üçün. Ay gedəm, vay öldüm ay. Öldüm. Bağışla boş ödün. Gecədə Ay, keçib bağışlamaqdan. Xala. Ha xala. Gör nə deyirəm. Gedəcəm yerə, indi. Xala. Bəs gəlin bacı mənim yerimi kuxuna da salıb. O mətbəx elə istidir ki. Məncəndən bulan ürəyə partlayır. Bunu gecəylə deyirəm. Gəlin bacı bir dənə qonşulara. Buyur. Görsən hayasızlıq edirlər. Deyirəm gecəylə gəlin bacı qonşuların qapısını döyür. Şimdi qapını açmasınlar. Qlazokdan bunları göstərsin ki, yaxşı çolpa var. Ha gülü. Bunu gecəylə əridənməli. Hə gəlin bacı. Mən də çıxım gedim də. Neçə versən onlara? Ne seversin? Bunu elə bir ki, qırağa 11 manatdır. Bakın görünə tak sofa. Çolpa deyəcəm. Hə sən ut. Buyur. Yaxşı da mı? Yaxşı sofa. Qırağa 11 manatdır gəlin bacı. Sizə 10 manata verərəm. 10 manatı verir. Yaxşı, piydidir. Al ayrı manatı. Sən canını əl çək. Allah. Xeyrin gör. Mən çolpadır da bu. Apar qoy mətbəxə. Hə, yox mən satdım da. Sağ ol. Sağ ol. Sağ ol. Yaxşı. Qardaş bir dəqiqə deyəm. Hacı. Yol yox deyir buradan. Bu küçədə təmir gedir, o əndən gedir.
Narahat. O yandan. Narahat. Mən işimi gördüm. Mənə nə lazım? Əsas mən... Gecə öz xeyrə qalsın. Xaloğlu, Bəli. İmsaka kənd çolpası. Çığırtma pişirsəm yərsən. Yersən. Hə. Dur qız onların hamısını. Gəlin mətbəxə gəlirəm çolpanı pişirməyə. Durun az imsaqdır, durun. Durun. Dur, tap. Dur nə var? Bezdim da. Onsuz da bunlar yiyib getməsə mənə rahatlıq yoxdur. Dur nə var, dur nə var, səhər açıldı. Düşün də baxa. Mən bunları kim kəsəcəm? Mən kəsəmirəm. Kəsənmirsən? Hə, yox. Zəng eləyim Əlikram gəlsin. Əlikram kimdir? Bir dənə məsələ həll. Əlikram kimdir? Bir dənə yataq yerə qoy. Əlikram kimdir? Qəribə adamsan, kim olacaq? Kimdir? Əlişqa deyirəm da, əmi oğlu. O qədər əlişqa demiş, yadından çıxır. Hadi lan Əlikram, Əlikram düşün məndə. Camını tədiləcək. Sağa gəlsin onu. Lan neyniysən? Neyini mi? Keç də. Sakit. Mənə bax. Hə. Bəri gəl. Hə. Gəlib çatmışıq evə. Aha. Eşidirsən məni? Burada da ha? Hə. Nə var? Nə əlimizə keçir, hamısını yığışdırırıq. Yaxşı, çıxırıq aradan. Eləyirik ki, ev yəsi bizi yaxalamasın. Ev yəsi bizi niyə yaxalayır ki? Gedək özümüz yaxalanaq da. Harda yaxalanaq? Hamamda. Sən bura çinməyə gəlmişsən? Demədin ki, gedək yaxalanaq. Söz misalı deyirəm ki, bizi yaxalamasın, ələ keçməyək. Hə, başa düşdüm. Çatdı. Bu boyda başın var, bu boyda ağlın yoxdur. Bildim də. Hər dəfə elə də anlayırsan məni. Mənə bax, Hə. sənə demişdim ki, ev yəsindən informasiya topla. Öyrənmişəm. Nədir, danış, nədir? Öyrənmişəm. Elə şeylər öyrənmişəm ki, deməli bu ev sahibi İtaliyadan kafel metlaq vurur satır. İtaliyadan, onda qəşəng pulu var. Həri. Puluna söhbət yoxdur. Aha, sonra nə var? Sonra yoldaşı da ki, özəl məktəb direktorudur. Aydan, qızıllara bax, qızıllara bax. Sonra nə? Hələ elə şeylər öyrənmişəm, şok olacaqsan. De. Pişik kimiyəm, elə öyrənmişəm. De. Miyav. Elə öyrənmişəm, deyim. Sən bura balalamağa gəlmişsən. Yəni cəldəm də öyrənmişəm. Nə öyrənmişsən? Mənə bax, deməli bu ailənin 7 ildir övladı olmur. Bunun bu məsələyə nə dəxli var? Öyrənmişik, qulaq as da. Əvvəllər elə bilirdilər ki, problem xanımdadır. Sonra araşdırıblar, görürlər ki, sən demə problem xanımda deyil, bəydədir. Basa-basa bu informasiyanı mənə yükləyirsən. Bu mənim neyimə lazımdır? Evdə nə var, nə yox, onu dinə. Yox, qulaq as da, indi oğlan müalicə alır. Elə bir kurs müalicə alıb xeyri olmuyor. İndi ikinci müalicəni alır. Tapacam oğlanın sistemlərin kötürdə mi tapsın sənə? Hələ bir dənə də var. Deməli bunlar eşidiblər ki, kənddə bir dənə daş var. O daşın altından girib belə keçə bilsələr, uşaqları olacaq. Kimin? Bu evin sahibinin də. Bu mənim neyimə lazımdır? Kim oradan keçir? Demədin öyrən. Şükürmə. Demədin öyrən. Sakit. Öyrəndim də. Qulaq as. Tabii bu evə girmişik. Evdə nə var? Hamısını silirik, süpürürük, çıxırıq. Yaxşı. Hara geçsən? Gedim süpürge getirin də. Neyinsən süpürgəni? Demədin ki, gel nə var, nə yox, hamısı süpürə yapıraq. Sən bura yer süpürməyə gəlmişsən? Mən getdim o bir otağa. Sən də buraları eşələ, əlbəyinə keçdi. Yaxşı. Ehtiyatla. Ehtiyatla. Yaxşı. Amalə xanım, mən sizi inandırım o təşrif aldığımız sərgi çox möhtəşəm idi. Bəli, Tamerlan bəy, çox möhtəşəm əsərlər var idi. Orada məni cəlb edən əsər bilirsinizmi, hansı oldu? Bir əli ilə qarnını tutub, bir əli ilə alma yeyən qadının əsəri. Çox maraqlıydı o da. Tamerlan bəy, sizcə burada rəssam nə demək istəyirdi? Orada rəssam demək istəyir ki, ya xanım hamilədir, ya da mədəsində joga var. Çoxdur. Salam əleykum. Tamerlan bəy, kimdir bu bizim evdə? Salam müəllim. Salam, siz kimsiniz bizim evimizdə? Nə gəzirsiniz bizim evimizdə? Yox, başa düşmez, siz burada nə inirsiniz bu vaxtı? Bu nə tondur mənim evimdə, mənə bir sual verirsən, nə inirsən mənim evimdə? Axı, əmi dedi, siz bu saatda evdə olmursunuz. Əmi kimdir? Əmi! Ay əmi! Nə olub? Əmi gəldilər. Kim gəldi? O ev yəsi. Ya görüm.
Sımırla. Sımırla. Tamerlan bəy. Bacı əvvəla axşamınız xeyir olsun. Qarşıdan gələn o çərşənbəniz də mübarək. Təşəkkür edirik. Tamerlan bəy, Bəli. mən xatırladım. Bəli. Mən xatırladım, olmaya siz bizim sifariş verdiyimiz təmizlik şirkətindən gəlmisiniz. Ay, Nə təmizlik şirkəti? Nə danışır bu? Təmizlik şirkəti nədir? Bu təmizlik şirkətinə gələn oxşayırıq biz. Hə? Sənin boyumu yerə soxum mən. Necə? Görsən söz düşüb dilimizə istifadə ilə çıxaq aradan da. Bacı bu uşaq danışığını bilmir. Elə təmizlik şirkətindən gəlmişik. Bilirsən gündüzlər o qədər iş olur, probka azad, aləm deyər, gəlib çıxa bilmirik. Da gecə gördük qapı boşdur. Dedik gələk elə burada nə varsa götürək, aparaq, yuyaq, getirək, qoyaq yerinə. Xeyr. Siz bizi alana bilməzsiniz. Niyə? Siz xalis oğrularsınız. Onlar bizi aladırlar. Amələ xanım onlara inanmayın. Onların baş nahiyəsində olan o kalqotkanı görmürsünüz. Görürəm. Bəli. Xeyr, Tamerlan bəy. Məncə bu gigiyenik qaydalar üçündür ki, saçları yerə tökülməsin. Gördün gigiyenik qaydalar üçündür. Bəli bacı, bəli, gigiyenik qaydalar. Mənə bayım, mən pərdə zad yuyan deyiləm ha. Ben deyirəm. Mən pərdə yuyan deyiləm. Ne şımırsan? Mən pərdə yuyan ha. Ne olar yuyanda? Pərdə yumuşam mən bir də. Canın çıxar pərdə yuyur. Pərdə yumamışam axı mən. Bacı yalan deyil, bu pərdədə yuvar, lazım olsa xalçalar da yuvar, sıxar, təmizlər gətirər. Nə qulluq eləyək, hansı nafaraq, nə eləyək? Ay canım. Onda siz pərdə yumağı bacarırsınızsa, onda bizdə bir xalça var, onu da yuyarsınız. Xalçanız var. Pərdələri yuyub gedirik, vəssalam. Pərdə yuyaq çıxaq gedək işimizə, gücümüzə. Bunun başı çatmır, buna fikir verməyim qardaş. Gətirin. Mən o xalçanı gətirə bilərəm. Gətirin. Amma çox xahiş edirəm, o çox dəyərli xalçadır. 18-ci əsrdən qalıb 200 min qiyməti var. 200 min? Bəli. 200 min. Gətirin qardaş, biz onu aparaq, qəşəng. Aparaq onu. Bəs gətirmək? Lazım olar gətirərik. Problem əsas onu aparaq buradan. Mən onu tez bazar gətirəm. Zəhmət olmur, laf uşaq kömək edər. Yox, tez yoxdur, tək. Bu uçan xalçadır o, belə 200 min. Mən nə bilim uçandı, qaçandı. Bazı başqa nəyiniz var, belə qiymətli, keyfiyyətli, biz qulluğunuz deyil sizin. Əgər siz xalça və pərdə yuyursunuzsa, Bəli. onda bu divanı da yuyarsınız. Daha elədin nə sən də? Divan yuyan yox biz sənin üçün. Divan yuyarsın, yox bir. Amma çox xahiş edirəm. Bəli. Çox diqqətli yuyasınız. Bəli. Çünki bu divanın 35 min qiyməti var. 35 min qiyməti var divanın, görsən. Götür apar bunu, yavaş. Bazı problem yoxdur. Yavaş-yavaş uşaq daşısın çölə. 200 min, 35 min, problem yoxdur. Bizdən rahat olun. Çox xahiş edirəm. Aparanda da diqqətli aparın. Gözüm üstə. Gətirəndə də diqqətli gətirin. Aparmaq bizdə idi. İndi görə gətirməyi nətər. Budur 200 min. Bəli, budur xalça. Amma sizdən çox xahiş edirəm, bu xalçaya qarşı nəzakətli olun. Problem yoxdur. Gəl götür apar. Götür apar, bunu da apar. 200 min belə olsun. Çox xahiş edirəm, diqqət olun, çox xahiş edirəm. Bəli. Onda mən xahiş edirəm. Bəli bacı. Siz bu vazanı da təmizləyəsiniz. Nə olar? Çox diqqətli olun, çox incə rəftar edin. Bu vazanın 15 min qiyməti var. Bunun dollarla. Qırıb eləyər, lazımdır bizə. Yox, lazımdır. Bacı biz bunu aparaq, qəşəng gigiyenik. Bəli. Uşaq bunu silsin, süpürsün. Olacaq təzə, təzə. Çox diqqətli olun. Götür bunu da apar. Biz bunu səfirlərimizi Misirdən almışdıq. Düzdürmü Tamerlan bəy? Bəli, Amaliya xanım, bəli. Bəli, Sonra bəli. nəyimiz var bacı? Bəli. Biz onda nömrəmi verim onlara da, nömrəmizi verək də. Neşün? Bunları qaytarılmalıyıq da. Hə ver. Mən nömrə deyim sizə yazırsınız. Bir ünvanda deyim. Biz qalırıq. Bana saxlala. Ne deyim? Video qalmışdı deyəsən yeni romanı. Orada qalırıq. Yeni roman. Hadi demə. Neşün? Çıx bayrağa. Çıx bayrağa. Biz orada kiraya qalırıq, yerimizi tez-tez dəyişirik. Nə vacibdir deyirsən? Bazı istəyirsə o televizyona götürə aparaq. O da nəsə belə maraqlı əşyaya oxşayır. Xeyr, anlamadım. Televizoru niyə? Bazı pult elə şeydir ki, əldən ələ keçir. Bunu dezinfeksiya eləmək lazımdır, silmək lazımdır. İçini, çölünü. O aparaq onu. Heç bir problem yox. Götür. Götür onu. Mən aparım. Götür onu da götür. Bax, götür apar. Götür apar.
Sonra nəyimiz var, nə var, nə yox. Gəlmiş elə hamısını silək, süpürək, təmizləyək. Başqa nə var, nə qaldı evdə? Amalə xanım, siz mənə kömək eləyin, zəhmət olmasa. Başqa heç bir şey qalmadı. Artıq bitdi. Qızıl yumaşına baxırsınız qızıl? Elə biz əslində qızıl işinə baxırıq. Doğrudan deyirsiniz? Bu xalçaya sonradan gəlmişik bu xalça işinə. Amalə xanım, sizin qızlarınız qaralmışdı. Onları verək yüzünə. Çox gözəl, nə gözəl xatırlatdınız. Bəli, mənim anamdan qalma çox dəyərli qızıllarım var. Allah rəhmət. Onları da gətirim o zaman. Siz onları da təmizləyin. Başla. Problem yoxdur. Problem yoxdur. Siz məni cəlb elədiniz. Ərin var, ay bacı, yaxşı. Gətirirəm. Gətir. Gətirirəm. Qızıllar qaralıb nədir? Sizin elə qanınıza qaraldacaq biz. Qardaşım, sənin də evdə o pullar olur, kirli pulların varsa ver aparaq yuvağı. Yox. Qara pullar. Bu evdə qara pullar heç vaxt olmayıb. Nə varsa hepsi halal pullardır. Nə oldu la? Nə oldu? Nə oldu? Nə baş verdi? Əmi, nə oldu? Nə oldu? Buranı bütün polis basıb. Hatan bastı polis. Polislər əhatəyə arıblar buranı. Düşün, kim dedi? Mən demədim. Kim demişəm? Bu Puşkin oxşayan deyil. Zəhil var sözümüdür də. 5 dəqiqədən sonra 30 il. Siz elə bildiniz bizi anlatmışsınız. Mən başdan bildim ki siz oğrusunuz. Ona görə də mən başdan elə polisləri çağırdım. Gəldilər. Yox, sən dedik qardaş, narahat olma. Nə götürmüşük? Hamısını pitə gətirək qoya yerinə. Biz də bıraq çıxaq gedək. Biz sizi o zaman bağışlayarıq. Nə götürmüşsə hamısını bircə gətirin qaytarın. Mənim götür, hamısını gətir. Gelsinə məşhur, hə? Yox, bir gedib onları gətirəcəm tezən dala. Götür. Belim ağrıyır məni. Gətirəcək səni. Polis! Polis! Tut onu. Polis! Gətir. Baş sponsorumuz Abşeron Ticarət Mərkəzi. Novruz bayramında süfrənizi bəzəyən məhsullar buradakı yüzlərlə mağazada 20-23 mart tarixlərində məhz fabrik qiymətinədir. Düşündüyünüzdən də aşağı büdcə ilə doyunca alış-veriş edin. Bayram havasını dərindən hiss edin. Abşeron Ticarət Mərkəzi. Evin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Bəs mən sənə demişəm parti üçün hazırlıq gör. Görməmsən axı. Şu parti üçün hazırlıq necə görürlər? Buna bax, partinin ritminə uyğun ekskluziv bizon da almışam. Birazdan da güp başlayır. Ver görüm 11-ni. Hər daxda bizon. Ritmi hiss edirəm ha. Bir də sən götür. Bir daha buna bax. Bir daha buna bax. Ritim başladı. Başladı. Ha? Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bunu verir mən çıxdım. Bu dəqiqə Xəzarla xanım. Sponsorumuz bizim qardaşlar mebeldir. Belə ki, bütün sahələrdə səhiyyə üçün lazım olan hər cür mebellər, masaj stolları, təhsil sahəsi üçün lazım olan mebellər, partalardır, oturacaqlardır, məktəb dolablarıdır. Əgər restoranınız varsa, restoranınızın dizaynını, bütün mebel işlərini qardaşlar mebellərə rahatlıqla tapşıra bilərsiniz. Ev və məişət mebellərində keyfiyyət ünvanı qardaşlar mebeldir. Qardaşlar mebeldə bir də əgər yaxşı pulunuz varsa və pulu qoymağa yer tapmırsınızsa, müxtəlif ölçüdə, müxtəlif çəkidə zeyflərimiz də var. Qardaşlar mebelə sonsuz təşəkkürümüzü bildiririk. Xüsusi sponsorumuz Roska. Roska ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sosis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sosisləri, servelat zakaz,
Doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız bir dəqiqə deyəm da, sənin qardaşın arvadın söhbəti mənim nimə lazımdır. Mən qeybət eləmək istəmirəm, televizora baxıram. Hə? Hə. Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra səhərə qədər sənə qulaq asaram. Təki tumum olsun. Hə, anla. Nə dedim? Ürəyim, bir dənə qəşəng çay dəmlə, mənim indi futbolum başlayır. Əşinə çay var. Sən cana halım yoxdur. Su ilə yola ver getsin. Bax, indi dur. Dur bir dənə qəşəng pürrəng çay dəmlə. Çempion komandama çempion çayı içə-içə baxacam. Dur. Dəmliyim də. Euroaksın sizə bomba kimi bir təklifi var. Telefon aksesuarlarını Euroaksdan al. Aldığın məhsul həm uzun ömürlü, həm qənaətli, həm də zəmanətli olsun. Çünki Euroaks markalı smart saatlar, powerbanklar, adapterlər, səs ucaldıcılar, qulaqlıqlar və digər aksesuarların keyfiyyətindən razı qalacaqsınız. Onu da xatırladaq ki, Euroaks məhsullarını ölkənin əksər telefon aksesuarı mağazalarından əldə edə bilərsiniz. Euroaks, zəmanətli telefon aksesuarları. Bizim hədiyyələrimiz var. Rosko'ya bir alqış istəyirəm sizdən dostlar. O qədər də dadlı dostlarımız. Rosko halaldır dostlar, mütləq müraciət eləyin. Ortada mənki itdi. Gəlir. Amma bizim təşəkkürlərimiz var və səhnə geyimlərlə bizi daima təmin edən Podium Park Bayildənizə bir alqış. Dostlar, bilirsiniz ki, biz möhtəşəm bir konsertlə çıxış elədik Heydər Sarayında və indi isə istəyirik ki, böyük bir turnir quraq və turnirimizin də ilk startı, ilk belə deyək, gedəcəyimiz yer bizə daima yazırlar. Rusiya olacaq. Rusiyada yaşayan bütün dostlarımızı alqışlayırıq. Rusiya. Gələm də, Rusiyanı gəzirik də. İlk dayanacağımız yer dostlar Moskvadır. Moskvadan bize yazırlar dostlar, nə vaxt gələcəksiniz deyirsə, nəhayət ki, tarix bilindi. İnşallah aprel ayının 20-si dostlar biz Moskvada sizin görüşdə gələcəyik. Mütləq tələsin biletlərlə əlaqədə bileti necə əldə etmək olar deyirsinizsə, bax bu gördüyünüz telefonlarla əlaqə saxlayırsınız qürbətdə yaşayan dostlarımız. Sonda isə dostlar sizlə sağollaşırıq yenə öz saatımızda, öz vaxtımızda sizlə görüşmək ümidi ilə. Çalışın, salamat qalın, sağ olun.